təbliğ ayəsini gətirdi ona, Allahın sevimli son rəsuluna. Zilhiccə ayının 18-də Hizal çöllərinin qum dənizində, susuz səhralarda üzürdü karvan, Qədirxum çölünə çatdığı zaman dayanmaq əmrini verdi Peyyəmbər. Buyurdu, gəlibdir mühüm bir xəbər. Carçılar car çəkib çağırırdılar, cəmaat dayanın. Cəmaat dayanın, durun, xəbər var. Hamısı dayanır üzlərdə heyrə, geridə qalanlar gəlir nəhayət. Qabaqda gedənlər dönənə qədər dəvələr fikrindən yığıldı minbər. Cəmaat namaza düzülən zaman istidən o tutur yanırdı hər yan. İki ağac vardı cəmi bu yerdə, onların üstünə salındı pərdə. Kölgəlik yarandı Peyğəmbər üçün, ən böyük ibadət oldu həmən gün. Namazın bitirir Rəsul-i Əkrəm, minbərin üstünə qalxaraq bu dəm, səmavi görkəmdə çox cazibədar, həmsana edərək xütbə oxuyar. Bunu bilməlidir hər mömin adam, onlara özündən mən çox yaxınam. Həzrətin dediyi hər kəlmələri carçılar təkrarən çatdırır geri. Ey cəmaat dedi Rəsul-i Əkrəm, az qalıb dünyanı mən də tərk edəm. Cənab-ı Cəbrail Pərverdigardan təbliğ ayəsini eylədi bəyan. Bu zaman araya sakitlik sökür, bəzisi ağlayıb göz yaşı tökür. Peyğəmbər sözünü edərək davam, mənə qulaq asam ey əhl-i İslam, sizin içinizdə iki möhtəşəm, qiymətli ağır şey boyun gedirəm. Birinci mübarək Quran-ı Kərim, ikinci müqəddəs itirətim mənim. Onlara ehtiram edilsin gərək, Kövsər kənarında görüşənə dər. Allahın ipindən kim tutsa əgər, onu düzgün yola hidayət edər. Mənim itirətimə eyləyin hörmət, verirəm onları sizə əmanət. Əbu Talib oğlu əlini də siz ən yaxın dost kimi bilməlisiniz. Əlinin əlindən tutur Peyyəmbər, çiynindən yuxarı çəkdi bir qədər. Kimlərin Mövlası olmuşamsa mən, Mövla da onlara əli bu gündən. Ya Rəbbim, əlini sevəni sevsən, düşmənin uzaq et mərhəmətindən. Peyğəmbər sözünə vuraram yetkim, dininizi kamil eylədim bugün. Burada olanlar olmayanlara, sözlərini təbliğ etsin onlara. Olanlardan bəlkə olmayanlar eşidib bunları çox vakıbaya. Sonra da göylərə uzadaraq ya Rəbbim, əhlinə eylədim əməl. Deyərək minbərdən düşdü Peyyəmbər, tərfiklər uzandı səhərə qədər. Gəlib dəstə-dəstə ziyarətçilər Həzrəti Əliyə meyyət edirlər. Əbu Bəkir Ömər təbrik edərkən, ya Əli, hamının Mövlası sənsən. Onlar da görüşüb tutdu əl-ələ, Qədirxum tarixləri yazıldı belə. Sağ ol, sağ ol. Və salamatımızda da. Çox olacaq. Hər bir söz ki yazılar əli şəhərində, bugünün şəhərində yazılar, o söz tarixə gətirir. Takip oturmuşuq, sözə qulaq asırıq, eşqimiz var, birliyimiz var, bugün bunu yaradır. Bunun davamı idi, həmin bu Qədirxum hadisəsinin davamı idi İmam Hüseyin şəhadəti. Bu, onu yarattı. Bunlar hamısı bir-birinə silsilə bağlıdır. Düzdür, bu barədə bizim axındığımız dəfələrlə söhbət edilir, bizə düşməz bu barədə söhbət edilir, amma bizə o düşər ki, qonaqlarımızı söz verək, onların sözündən verəcəm. Onlar hamısını bir yerdə deməyəcəm, ancaq qısa-qısa hər kəsə söz verəcəm, bir şey edilsin, burada ehsan süfrəsiz olacaq, ona görə incitməyək bir-birini. Bizim gözəl rejissorumuz iştirak edir. Bütün o dini mərasimlər ki, bu zonunda və ya qeyri yerlərdə keçirilirdi, onları çəkib bir-bir göstərən, hətta o vaxtı ki, mən cavan oğlan idim, şimdi də qocada öyrəndirdi, amma onda da Ziyad məclisləri, dini məclisləri çəkildi və televiziyada, bizlər və ya İranda televiziyalarda göstərilirdi. Sözü də ona verilir, bir neçə kəlmə var, təbii ki, edilsin. Gəlmən, buyurun.
söz verir. Bütün bölümlerden de salamlayıram. Təbii ki, bu əsr bayramın bugün Roma kəndində qeyd olması mənə gəlir ki, səbəbsiz deyil. Çünki Azərbaycanda gün orqalarımız çoxdur. Ancaq hələ gələn yarım Azərbaycanda bir yerdə, o da Roma kəndindədir. Bu ağır bir məqamın Roma kəndinin, onun xeyirxah insanların taleyi adlaması dəyərinin səbəbsizdir. Ona görə bu bayramın mənə gəlir ki, Roma zamanına ən böyük dəyərləndirməsində ehtiyac var ki, bu münasibət edilən Roma xalqının, Roma zamanının, Romanın möminləri, iman əhlini təbrik edirəm. Ümumiyyətlə, Azərbaycan xalqının Allah tərəfindən qazandırılan 4 mənəvi sərvəti, 4 ruhu qidası vardır. Bunların ən birincisi bizim Quraq kəndimizdir. İkincisi Muğam sənətimizdir. Üçüncüsü xalça və görüşü də Milləti sənətimizdir. Bu 4 mənəvi ruhu qidası bizim uzun əsrlərdir ki, dünyanın o ağır qalanına çətinlik günlərindən bu dünya daşıyıb gətirməklədir. Və buna görə biz Allah'ın minnətlər olmalıyıq ki, bizə bu cür çox dəyərli bir ruhu qidaları bəxş edir. Və Kəmalmış Şahların sorumlusu, dinlərin sorumlusunun da İslam olması lazımdır. Yəni insanların özünə qayıtmaları, özünü tanımaları nə qədər çətinləşirsə, Allah tərəfindən dirək Allah belə günlərdir və onların da ən kamili bizim tapıldığımız Quran-ı Kərimdir. Biz dünyanın ən xoşbəxt insanları. Mən 11 illərdə hər ziyarətində olarkən bəlkə də özüm üçün, yaxınlarım üçün dünyanın ən önəmli müjdəsinə tuş gəldim, rastlaşdım. Yəni, 11 illərdə mən Məkkəyə yollarında şəkər xəstəliyi etmişdim. Ancaq ziyarətdən sonra tibb aləminin çox təbliğ bir hadisi kimi həmin şəkər xəstəliyindən mən utanmış dünyaya döndüm. Əlbəttə ki, dinimizin, Allahımızın bizə daşıdığı bir və sözsüz ki, İslamın tarixi çox qiymətli hadisələrlə zəngindir. Mənə elə gəlir ki, onların ən şərəflərinin sözsüz ki, Peyğəmbərimizlə yanaşı ilk növbədə Həzrətlərinin adı ilə bağlanan hadisələr İslam tarixinin çox gözəl şərəfli səhifələrindən biridir. Mənə gəlir ki, Həzrətlərinin adı ilə bağlanan hadisələri biz dəyərləndirməklə, onların nəzərə çıxarmaqla bugün bir illər elimizi yaşatmayaq. Hamımıza bu əziz gündə can sağlığı olmasını arzulayıram. Çox arzulayıram ki, ölkəmizdə getdikcə bu bütün işlərlə bərabər dinə inamın, dinə qarşının da sürəti çoxalsın. Çünki insanların inamı, imanlarla çoxalarsa, onun arqasması da tez başlayır. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Aziziyatlar, Allah canı sağ olsun. Salamatlıqlar bizim uzun illər televiziya və sənətşünas Ziyadxan müəllim bu dini, elmi işlərdə zəhməti çox böyükdür. Salamatlıqlar bir salamat edir. Darxan da olmaz. Bir yarım saatdan sonra bizim bayram süfrənisasımızı burada. Hamımızdan xahiş edirəm. Əziz qonaqlarımız, dostlarımız zəhmət edirsiniz. Mən sizə təşəkkür edirəm. Çox belə zəhmət edir. Siz zinət verirsiniz. Bələdçinin İmam Əlinin meclisinə 1000% deyirəm sizə qiyamətin günündə həm bu dünyada, həm axirətdə bizim xeyrini görəcək hamımızın yetmişlər. Burada bizim əziz dostlarımız, qonaqlarımız var, yazılarımız var, Kərbəlalıqlar burada iştirak etdiyi zaman şahid oldu. Mənimlə İraqda İmam Rəzəvi Şeyh Festivalında biz bu illəri bir yerdə inanın ki, mən özüm
Hələ onun burada imamımızda şeyhəsinin çıxışına özün doğrudan da həmin sözüdür ki, çox mənim dəqiqə sözüdür ki, qərənsinə götürmə, mağluq verən qərənsinə qəşən, gözəl, bütün zavallarımız var. Allah bütün zavalları axsaqlarının sayəsində bərqərar etsin və təxsillərlə kəbirlarımızla qüdrəyən bir şey olsun. Ya Allah. Bismillahirrahmanirrahim. Mən də əziz müminlər, sizləri bu mübarək gün münasibətilə təbrik edirəm. Allah bizləri inşallah əl-ələ salamına ayrı salmasın. Allah bizi həqiqi əl-aşiqlərindən etsin. Bir gün həyatda da rahatsınız. Deyil. Peyğəmbər-i Haqq etdi vida həccini itmam. Peyğəmbər-i Haqq etdi vida həccini itmam. Yəsribə tərəf eylədi təqrib ilə ikram. Nagahana Cəbrail enib eylədi elan. Hüccətli tamam eylə ki kamilləşə İslam. Fərman Xudadır, yetə itmamə risalət. Etmək gərəkir əmr-i Xudabəndə itaət. Hüccacı xəbərdar elədi Əhməd-i Muxtar. Cəm oldu onun əmri ilə bir yerə zəvvar. Hökm eylədi ki, minbəri hazırlasın ənsar. Hazırladılar Həzrətə bir minbəri əla. Ha eyliyə şov ilə əla, xütbə-i kübra. Car etdi qədir xumdə Peyğəmbəri bana. Qaldırdı əlinin əlini, etdi Hüveyda. Məndən sonra ərz etdi, buyur sizlərə Mövla. Həqqi necə inkar edəsən Allaha xatir. İnkarsız hədisdir, mütəşabih, mütəvatir. Təkid ilə Mövla-i Cahan, etdi nəsihət. Təkid ilə Mövla-i Cahan, etdi nəsihət. Yəni sizə tapşırdım ki, ağır əmanət. Bildirdi biri nüshə-i həqqdir, biri itrət. Hər kim bunlara uysa o azğınlığa getməz. Asi olanı Allah hidayət belə etməz. Ol vəzhindən aşiqlərin əfzundur məzafi. Hal əhlinə şamildir bugün nəşqe-i baqi. Təyin edilir məclisi ruhaniyə safi. Ya Rəbb, bu nə gündür coşulaldan fərəhindən. Mey nuş edir eşqəhli məsərrət qədəhindən. 70 sənə ey şah, bugün vaxt-i xilafət. Yalnız sənə layiqdir həmən təxt-i xilafət. Xəyyat-ı qəza biçdi sənə təxt-i xilafət. Gözlər nəzər etdikcə sənə heyrətə gəldi. Nurunla səmavatı zəmin zinətə gəldi. Sağ, maşallah. Ey şiir Qəzənfər, Əsədullah seçildim. Ey şiir Qəzənfər, Əsədullah seçildim. Sən izz-i şərəf bürcü üçün mal seçildin. Sən səltənəti eşqə bugün şal seçildin. Eşqünlə vuran aşıq ürəklər dedi ləbbeyk. Əhvaz ilə göylərdə mələklər dedi ləbbeyk. Sən salavat. Ey şah, elədün aləmi sən hüsnün ilə mal. Hər kəs ki səni gördü, hər kəs səni gördü, dedi Allah'a münacat. Eyvah, hüzürün nuruna qərb oldu səmava.
surətə Cəbrailəminin gözü düşdü. Tədrikə səni ərş-i xudadan özü düşdü. Sən dürr-i yetimsənmi və ya dürr-i gəməlsən? Ey gülruq-ı pakizən ilə zib-ü çəmənsən, aləmdə mənim fəxr-i duvarım ağa sənsən. Sən tək şaha nəkərcilik etməklə şərəfdir. Ey xoş ötəsə, çavkər-i sultan nəcətdir. Ey xoş ötəsə, çavkər-i sultan nəcətdir. Kəvəlay Buğanın salavatda bir də salavat zikr edir. Maşallah. Mən göz qarşısında da qalan gənclər var. İndi yenə hələ birini də dinləyəcəyik. Nəqqaş da var burada ya. Nəqqaş da buradadır, Tahir Rəvan da buradadır. Yəni, gözəl bir şeir sürəsi açmışıq burada. Ondan sonra, əvvəl kəlam, sonra kəlamdır. Kəlamdır. Deməli, bu xəttin üzərində, bu yol üzərində formalaşan ədəbiyyatlarını quran şairlərdir, gəncdirlər. Bu gün istiqamətə bulanma görürsünüz, artıq bir gəncin nə qədər məlumatı var. Həm İslamın tarixindən, həm də Əl-İslamın həyatından da tarih edir. Hər bir şey qeyd eləmişdir orada. Adlarından tutmuş, bəzən adların mənasını da qeyd eləmişdir. Yəni, hamımızın borcu bunu bilir və altı deyil ki, yazayı hamımız. Hamımız yazmıyor, amma hamımız bilir. Deyəz o çatdırır. Bilir və öyrətmək var. Çatdırır. Hətta möcüzəsi var, işdir o. Eşitmək, əmələ götürmək, getirmək. Yəni, bu özü bir əziyyət tələb edir, amma hamının borcudur. Çünki necə lazımsın müsəlman olmuş? Buna görə müsəlman olmuş. Əlhəmdülillah. Və növbəti sözlə veriləcək Nəqqaş qardaşımıza. Nəqqaş qardaşımızın bu məscidin özündə burada böyük əməyi var. Bu ulduzları görürsünüz, 14 məhsulun adı yazılır burada və Həzrət Abbasla Zeynəb, Həzrət Zeynəbin də adı yazılır. Onların zəhmətini çəkən, əslində həqiqətən nəqqaşdır, yəni oradan nəqqaşdır. Amma aynı zamanda o naxışlarını şəhərdə də vurur, onu da dinləyir, onu reçildə vurur. Salam aleyküm, bayramımız mübarək olsun. Həm bugünə məxsusi şehrim yoxdur, amma şehirlərim Allahdan, imandan, dinləndir. Xüsusda bir dənə icazə verir. İnşa buyur. Allah Təbarək Teala'nın şəhərində əm səadət olur lütfi inayətindən, qovmi qiyamət olur səbr nəhayətindən. Ruzi-i biqədr edib bəxşi bəni Adəmə, yoxsa əvəz tar olur dəhl-i qəharətindən. 7 səmavat edir təsbihini ruzi şəb, şəms ziyasın alır nur-i lətafətindən. Bəhri xuda qətləsi hər kəsə olmaz nəsib, xətmi peyəmbər içib cam-i şərafətindən. Nəsl-i nəbidən bizə 12 nur pişi var, bir gün olar sorğusu cəm cəmaətindən. Haqqı sevənlər üçün ibrət oldu Hüseynin, hürr olan insan alır dərs-i şəhadətindən. Etsə divan ədlilə, qəhri tutar bizləri, rəhmə üdul eyləsin kaş ədalətindən. Varsa ibadətdə nəf, bizlər üçündür fəqət, yoxdur ona bir xeyir Adəm ibadətindən. Lütf elədi nəqqaşa, qavə-i Qur'an olub, sətrinə bir damlası, damdı fəsadətindən. Sağ olun. Sağ olun. Bəxtiyar Nəqqaşın salamatlarına salamat şəhər. Bir çox ziyalı insanlar olurlar. Dünyalarını dəyişib, dərvarlarını təlim almışıq, tərbiyə almışıq, haqları var boyumuzda. O cümlədən Bəxtiyar Nəqqaşın da Zahirlər Mərmin ruhuna salavat işlədik. Bizim
isə daim bina edərindən biz bildiyimiz dövrə qədər. Çox əfsus ki, ondan qabaqki dövrləri biz, məsəl üçün, təskidə tutan şəxslərimiz olmuyor və ya olursa da, bunlar kəndin adı ola bilər, yazmayıblar. Amma məlum məsələdir ki, Buzovna qəsəbəsi, bugün yaşadığımız qəsəbə, tarixdən bəri çox yaranma dövrü çox dərinə gedən bir kənddir. Abşeron kəndləri arasında. Ne üçün? Çünki yaşam yerinə görə, coğrafi mövqeyinə görə çox əlverişli bir yerdə həyat üçün, yaşamaq üçün və daim də burada mütləq yazıb yaradan şairlər olur. Amma şairlərlə yanaşı meyxana sənəti olur burada. Və bizim də Allah rəhmət etsin Kəbirə, Şəqradəriyə, o mənim məsələ gələn idi, Nizami ilə bir yerdə yerlərdə bura və onlarla da bir yerdə gördüyümüz, tanıdığımız və indi də şeirləri ilə, məclisləri vəziyyət, mən dəvələr şehirli şahidi olmuşam, şeirlə də heyran qalmışam, Tahir Rəvan və Kuşluqun da iştirak edir. Əgər bir şeir deyərsə bizim üçün, çox məmnuniyyətlə dinləyərdir bu bayram günü. Yaşam insanlar, təbrik edirəm. Allah nizamı əmriyələr, kəbrin rəhmət edəcək. Sən şüdayət kamısan, şiiri xudasan, ya Əli. Sən şüdayət kamısan, şiiri xudasan, ya Əli. Həm dizayət əhlisən, həm mürtəzasan, ya Əli. Nurli həqqi təqala ərşidə xəlq eylədi. Çünki sən nuri cəmali kibriyasan, ya Əli. Göz açıb mülki cəhanə, sən doldun Kəbədə. Sahibi həm zülfüqar, həm lafəqasan, ya Əli. Sən elə dürri ədənsən, bənzərin yoxdur sənin. Qiymətin ancaq budur ki, fürqəhasan, ya Əli. Şəninə Qur'anda 300 ayə olmuşdur nizum. Sən sirat-ən müstəqim, sən həl-əfasan, ya Əli. Ali bir elmin peyəmbər şəhridir, sən fağısan, cümləsən elm əhlinə bir rəhnumasan, ya Əli. Alsalar da həqqini, əldən uzun illər sənin, qədr-unda parlayan, nuri ziyasan, ya Əli. Cürət olmaz heç rəvanda, vəsb edə sözlə səni, haqq verib ilham mənə, ruha qidasan, ya Əli. Haqq verib ilham mənə, ruha qidasan, ya Əli. Maşallah. Allah saxlasın. Tahir Rəvan salamatını salavatı şeriyə. Mən özüm burada heyran qalıram, zövq qalıram. Çox güman ki, siz də zövq qalırsınız. Çünki o sözlərin axarı özləri, vurguların özləri şirkən axırında gəlir, ya Əli. O nəyə düşsəm deyər. Birdən gedəsən, bunu biz oxuyasan İraqda, Bağdadda, Kərbəlada. Gedəsən ərəblər üçün bir dənə də Azərbaycanlı olmasın orada, bir dənə də Türk dilini bilən adam olmasın. Gedib orada bir şehri oxuyasan, bir dənə ki orada axırını ya Əli deyəcəksən, görürsən qabağında şah olmuş. O elə onun üçün ağlayacaq ki, başa düşmür səni. Bilir ki, orada sən Əli'dən danışırsan. Bilir ki, zülm olmuş insandan danışırsan. Çünki insanlar daim zülmə məruzdular. Əfsusda olar ki, onlar haqqın tərəfdarıdırlar, haqq yoldadırlar. Haqq yolu seçirlər və haqq yolda olanlar da həmçin zülmlə istiqdamla rastlaşarlar.
Bizim gənclərlə yenə davam edək. Televizyon ekranlarından bu iki gənci siz tanıyırsınız. Onlar meyxanası kimi tanıyırsınız. Amma mən də dəfələrdir ki, bunun da tərəfdarıyam. Biz meyxana olaraq bəlkə bilməm, hansısa isteklərini ödəyir, çatışmazlıqlarını doldurur. Amma onların həqiqətən gözəl qələmi var, ona görə bugün burada dəvətlidirlər. O qələmlərdən biri də Valide. Məşədi Valide? Yox, Məşədi Valide. bizim müsahibəyə yolda. Ha, bu gənclər deməli, 2 dəfə İrana getmişik biz Rəzəvi festivalına. Bir dəfə biri, digərdə də ikincisi iştirak edir. Aparmışıq orada iştirak edirsilər. Gənclərimiz görünür. Çünki bəzən olur, İran televiziyası burada çəkirdi. Onlar biraz şeydə yaxşı olardı. İran İslam Respublikasında belə bir məsələn, hissiyyət var ki, Azərbaycanda əruz şehri yoxdur. Azərbaycanda dini mövzudu olan şehirlər zəifdir, azdır. Amma məsələn, gəlb 20 yaşında, 22 yaşında gəncin bu cür kimi gördüzlər, əzirliyidir şehri. Onu görəndə onlar da belə qalırlar ki, bu bizdə bu məktəb var. Biz İslam ölkəsiyik. Ruhumuz, belə deyərlər, dədə babamızın ruhunun dərinliyinə götürəm, orada müsəlmançılıq var, orada şiirlik var, orada insaniyyət var, mənəviyyət var. Və onlar da orada bizi təmsil edirlər və gözəl təmsil edirlər. Sağ olsunlar. Buyur Arif. Sözən. İndi sözlərimi sübut edir. Başlayan Mehman Allah'ın adıyla, Müslümanlığıyla, Sünnetli kardeşleri, Sosyal sözleriyle Allah Teala bayramlarımızı çok görmesin. İnşallah bayramlarda görüşürüz. Qulların eşqinlə şahın qüssədən azad olar. Qulların eşqinlə şahın qüssədən azad olar. İsmini zikr eyləyən qəmli könüllər şad olar. Harda aldın yad edirsə o məkan abad olar. Yad olar hər kim sənə Allah'a ol kəs yad olar. Yar olar Allah'a bir kəs olsa yarın yar et. Ey can-ı canana qurban canlılar canını fəda. Haqqına kim ki vəfa etməz o kəsdir bir vəfa. Kim Rəsulallah buyurmuş qardaşımdır murtəza. Düşmənin məlumdir, Allah'tan alar mütləq cəza. Aşiqin lütfü görər bəqlər qiyamın, ya Ali. Ta gələn gündən cahana zülmə düşman olsan, ey olan dinin sütuni, dinə qurban olsan, mərdliginlə at çıxardıb şah-ı mərdan olsan, sən Rəsulü qəbul etmiş, ilk müsəlman olsan, İslami möhkəmlədib din zülfüqarın, ya Ali, bir sənin haqqında Peyğəmbər buyurmuş, la fəqa, bu məqama mümkün olmaz başqa bir insan çata, Haqq Teala lütf ilə Kovsər sənə etdi əta, kimsən tək olmuş ağlarda şərafətli ata, Val Həsən tək, Val Hüseyin tək iftixarın, ya Ali. Aşığın məşuqə etməkdən səva meyarı yox. Yarı qal etsin Xuda aşıqlərə əlyarı yox. Heç olan dünyaya kim bel baxlayar, heç ağı yox. Valinin bağı sənin eşqindir, özgə bağı yox. Neyiyir ki ağanın bihudə bağın yari? Neyiyir ki ağanın bihudə bağın yari? Allah'ın bağı kəsin inşallah. Çox sağ ol Məşədi. Məşədin salamatlığından salamat düşək. Allah saxlasın sizi, bərəmiz qısa olsun. Bu günkü bayram günü Azərbaycan müxtəlif yerlərində keçirilir. Müxtəlif
kəndlərdə, şəhərlərdə yüksək səviyyədə imkanı olmayan 5 nəfər yığışır bir yerə, bunu qeyd edir, bir ailə yığışır, bunu qeyd edir. Hər bir cür qeyd olsa bu, xeyr. Allah bərəkət verir. Bir neçə gün, 2 gün bundan qabaq Küləxanda edik. Burada Əbzasın qardaşımız iştirak edir, orada böyük bir bayram keçirdi. Əzrədə Qəmrinin oğlu, onu da ruhuna salavat edir.